nədir? Deyir ki, xəritə sxem əsasında A nöqtəsindən uçuşa başlayan təyyarə əvvəlcə 180 dərəcə azimutla 8880 km. Coğrafi koordinatlarla çıxış edirik. A-mız hardadır? 60 dərəcə şimal enliyi, 90 dərəcə şərq uzunluğunda. İndi ondan 8880 km cənuba düşübsən. 8880 km dərəcəyə çevirmək üçün neçə bölürük? 111-ə. Neçə alınır? 80 dərəcə. Yəni 60 dərəcə şimal enliyindən 80 dərəcə cənuba düşübsən. Tamam, bu da çox asandır. 60-dan 0-a qədər 60-ını gedibsən, 20-si cənuba düşüb. 20 dərəcə cənub enliyimi tapdım. Sonra deyir ki, uzunluqdan çıxış elə. Daha sonra deyir, şərq istiqamətdə 40 dərəcə hərəkət edən təyyarə yerləşmişdir. İndi baxırıq nəyə? 90 dərəcə şərq uzunluğundan 40 dərəcə şərqə getsəm, 40 üzərinə gəlmək deməkdir da. Düzdürmü? Gəldim, çatdım hara? 130 dərəcə şərq uzunluğu. Əla. Koordinatlarımı tapmışam. 20 dərəcə cənub enliyi. Koordinatım belədir. 20 dərəcə cənub enliyi, 130 dərəcə şərq uzunluğu. İndi mənə sonraki etapda deyir ki, təyyarənin yerə endiyi məntəqənin coğrafi koordinatları və onun Bakı şəhərlə yerli vaxt fərqini tap. Biz bilirik ki, Bakı hardadır? 50 dərəcə şərq uzunluğunda, düzdürmü? İndi deyir ki, 50 dərəcə şərq uzunluğundan 130 dərəcə şərq uzunluğu arasında vaxt fərqini tap. Bu zaman nə edəcək? 130-dan çıxacaq 50-ni, qaldı 80 dərəcə. Həmin o 80 dərəcəni bölürük 15-ə, 5 dəfəm neçə edir? 75. Qalığımız da qalanda qalığı hər zaman dəqiqə çevirmək üçün 4-ə vururduq. 5 saat 20 dəqiqə. Düzgün cavabımız olur 20 dərəcə cənub enliyi, 130 dərəcə şərq uzunluğu, 5 saat 20 dəqiqə cavabımız olur C variantı. Aydın oldu? Bəli.